İlham Əliyev, nə vaxta qədər sən ancaq yanındakiləri yedizdirəcəksən, nazirləri, nazir müavinlərini, onun bunun maaşını artıracaqsan. Yatan şeyləri demirəm elə, millət vəkillərini demirəm. Rəvizyon bir dənə nə deyib, bir neçə dənə villası var, xarici ölkələrdə, nə bilim, Avropada, Amerikada. Bir damcı maaş qalxan kimi benzin oradan qalxır, produkt buradan qalxır. Şanları da ki, bir bastırsan çəlik, yuvun ağzınızı, kəsin səsinizi. Sizin haqqınız yoxdur danışmağa. Erməlisən sən, erməlisən de bilək ki, başımızın üstündə oturan erməlidir. Vallahi erməli bundan yaxşıdır. Bilir ki, düşməndir. Səni bilmək olmur, düşmənsən, dostsan, nəsən. Dəmir yumruq deyə gəlirsən ortalıqlarda. Bir kəlmə söz desin, sənə olur vətən xaini. Niyə ancaq səni elə başımızın üstünə qoymalıyıq? Niyə? Neynəmsən? Sən bircə deyirsən, sən qatilsən, killersən sən. Bir qazivin qiymətin, dəyərini bilmədin. Şəhidin, şəhid ailəsini, veteranlığın, heç birinin döyüşdü, canını qoydu, qıçı getdi, psixologiyası pozuldu, ailəsi dağıldı. Sənin neyvə lazım, sən öz tutduğu tutdun. Sən öz istədiyi əldə elədin.